Deməli, qaldığımız yerdən davam edirik. Görüntü əlavə. Siyahlarla davam edirik. Bizdə siyahlar var. Dörd cür siyahımız var. Deməli, var nömrələnmiş, nişanlanmış, sonra var necə? İzahlı. Bir də ki, seçilmiş siyah var. Dörd dənə siyah öyrənəcəyik. Sizdən bunun üç dənəsi normalda kitabınızda var. Birinin adı çəkilir. Prosta biz Koderadan işləyirik deyəm. Koderada var deyən adın şey eləyəcək. Baxacaq. Deməli, uşaqlar bizim UL hansı siyahıdır? Nömrələnmiş yoxsa nişanlanmış? OL nömrədir, UL nişanlanmışdır. Baxaq, UL siyahısına, baxın, içərisinə ümumiyyətlə UL-i biz həm açıb, həm də bağlayırıq. Bağlamaq üçün nədən istifadə edirik? Bir dənə siləşdən istifadə edirik, UL-i bağlayırıq. UL-in içərisində yazacağımız məlumatları litegin içərisində yazırıq. Həm UL, həm də OL-in içərisində yazacağımız məlumatları litegin içərisində istifadə edirik. Li. Yenə litegin neyinirik? Həm açırıq, li. Həm də ki, neyinirik bu litegin? Bağlayırıq. Böyüklüklə oldu. Litegin həm açıram, həm də ki, bağlayırım. Götürürəm bunu. Bir neçə Ctrl-C, Ctrl-V, Ctrl-V, Ctrl-V. Bir dörd dənə siyah yazsın. Burada yazıram ki, informatika. Burada yazıram hardware. Hardware. Burada yazıram software. Burada da yazıram brainware. Bunu yaddaşa verirəm və keçid edirik. Burada səhifəmizi yeniləyirik. Görürsünüz, durmuş tərzi necədir? Necədir? Bu olur necə? Nişanlanmış siyahı. Nişanlanmış. Deməli, UL bizdə necə bir siyahı oldu? Nişanlanmış siyahı oldu. Siyahlarımızdan öyrəndik nəyi? UL-i. Dörd dənə siyahı öyrənəcəyik. Birincisi hansı oldu? UL. UL-i həm açırıq, həm bağlayırıq. UL-in içərisindəki məlumatlar hansı teqin içərisində yazırıq? Li teqin içərisində yazırıq. Göstərilməsi necədir? Oldu. Məsələn, RAM, ROM və keş yaddaşı. Verilmə tərsi budur. Li-in içərisində yazırıq, UL-dir. İkinci siyahımız OL-dir. OL də yenə litegin içərisində yazılır elementləri, amma burada artıq tutaq ki, 1, 2, 3 nömrələnmiş siyah olur. Burada tutaq ki, ROM, yenə RAM, keş yaddaşı yazacaq. Oldu mu? Gedək indi OL-i yoxlayaq ki, OL-də vəziyyət necədir? Bu oldu hansı? UL. Adlarını yadımızda saxlayın. OL-də sadəcə burada, baxın, bir dənə yazıram. OL, bitdi. OL. Yenə OL-i açdığım teqi mütləq şəkildə neyinirəm? Bağlayıram. İndi gəlin yaddaşa verək. Yaddaşa verək. Və keçid edək, baxaq, görək burada necə durur bu siyahı. Siyahda artıq necə durdu? 1, 2, 3, 4 nömrələnmiş kimi durmuş oldu siyahı. Oldu mu? İndi keçirik. Deməli, növbəti siyahımız daha doğrusu seçilmiş siyahıya baxaq, sonra izahlı siyahıya baxarıq. Seçilmiş siyahı daha rahatdır. Selection var. Bax, elə burada bunu çevirəm eləyirəm. Select. Yenə bunu açdığım teqi mütləq şəkildə neyinirəm? Bağlayıram. Select teqin içərisində yazılanlarda teg options'un içərisində yazılır elementlər. Baxın, options'un içərisində yazılır. Yenə bunların hər birini dəyişdirirəm.
Baxın, deməli, selektin içərisindəki məlumatlarımız harada yazılır? Bunun içərisində. Gəlirəm, yenə bunu yaddaşa verirəm. Baxın, seçilmiş. Olur, filmdə zətdə seçirsiniz, məsələn, hardware, software, brainware. Niyə gecikirsin? Oldu. Bu da adlandır, nə seçilmiş siyah. Deməli, hal-hazırda siyahlardan üçüncü siyahını öyrənirik. Gənclər, siz çox gecikirsiniz. Birincisi hansı idi? O el, indi selektin içərisindəki nə idi? Yazdığımız nəyin içərisində yazırdı? Optionsun içərisində yazırdı. Burada da necə göstərildi? Sadəcə seçilmiş olaraq göstərildi ki, siyahımız necə veriləcək? Bax, optionsun içərisində yazılanlar. Hansını istəyirsiniz, onu da seçə bilərsiniz. Oldu mu? Oldu select siyahısı. 3 dənə siyah öyrənmişik. Baxın, təkrar gedirəm. O eldə nə olur? Nişanlanmış siyahıdır, düzdür? O-el nömrələnmiş siyahıdır. Verilənlər necə göstərilir? 1, 2, 3, 4. Hər ikisinin elementləri litegin içərisində yazılır. Baxın, necə burada selecti seçmişik. Baxın, selectin içərisində məsələn o-el yazmışdı. O cür göstərildi. İnformatika bunun nə idi? Elementidir. Nəyin içərisində yazıldı? Options'un içərisində yazıldı. Hardware elementidir. Options'un içərisində yazıldı. Software elementidir. Options'un içərisində yazıldı. Oldu mu? İndi dördüncü də bizdə izahlı siyahımızdır. İzahlı. Necə? Hansı siyahı bu izahlı? DL. Bəli, DL siyahısı bizdə izahlıdır. Onun elementləri nəyin içərisində yazılır? DL izahlı siyahıdır. Siyahın özüdür. Elementləri yazılır. T'nin içərisində yazılır. T'nin içərisində. DD ilə də ona izah verilir. Deməli, burada element yazılır, element. İzahı nəyin içərisində veririk? DD-nin içərisində. Bir də var DH. Bu da ki, aksesə keçmişdik. Nə keçmişdik? Sütun başlıqları yadınızdadır. Dedik, atribut adlanır. Sırf o birinci sütun başlığı, ta ki, fəndir, bağdır. Həmin o sütun başlığını göstərmək üçün sütun başlıqlarını göstərir. DH-dan istifadə olunur. DH sütun başlığını qeyd edir, sütun başlığını qeyd edir, başlığın və biraz qalın yazır. Qalın yazılır. Deməli, birinci siyahı oldu. Necə? Nömrələnmiş, daha doğrusu nişanlanmış. İkinci siyahımız oldu. Nömrələnmiş, nömrələnmiş. Üçüncü siyahımız oldu. Seçilmiş. Dördüncü siyahımız oldu. Hansı? İzahlı. Nişanlanmış siyahımız U-eldir. Elementləri linin içərisində yazıldı. Nömrələnmiş O-eldir. Elementləri linin içərisində yazıldı. Seçilmiş select element option içərisində yazıldı. İzahlı siyahımız D-eldir. Elementi DT-nin içərisində yazılır. İzahı DD-də. Sadəcə bir dənə fərq odur ki, DH-la biz sütunu təyin edirik. Yəni, indi baxaq görək ki, burada bunu necə təyin edə bilərik? Bunu yerinə qoyum təsdiqini. Deməli, siyahımız hansı oldu? İzahlı siyahımızın adı nə oldu? DL siyahısı, düzdür? Gəlirəm, burada siyahımızı qeyd edirəm. DL. DT-nin içərisində nə yazdıq bunun? DT-nin içərisində elementləri yazırıq. DT. Bunu saxlayıram. Yenə DT ilə əvəz edirəm. Burada bu şeyə görə bunu bağlamadım. Ona görə beləyim. DT ilə izah verirəm. Daha doğrusu. Elementlərini qeyd edirəm. DD ilə izah verəcəm. İndi keçək. İnformatika nədir? Baxın. DD ilə də bunun izahını verirəm. Biraz baxın, buradan da yaza bilərəm bunu.
Onsuz yazılanda da bu cür yazılır. Dediyin informatika nədir? İnformasiya və onun proseslərini öyrənən bir elmdir, düzdür? İnformasiya, informasiya və onun proseslərini öyrənən elm. Çox bağlayıram. Sonra hardware nədir? Hardware'də biz nə öyrəndik? Qurğuları öyrəndik də, düzdür? Qurğu, burada elə heç bir şey yazmıram. Yazıram qurğuları öyrənirik. Şu bütün qurğuları harda öyrənirik? Hardware'də. Software'də proqramları öyrənirik. Proqram təminatıdır. Yazıram ki, proqram təminatı. Qısaca yazıram proqramları öyrənirik. Öyrənirik. Brainwave'də biz nə öyrənirik? Proqramlaşdırma dillərini öyrənirik. Yazıram, proqramlaşdırma dilləri. Başqa heç nə yazmıram. Çox bağlayıram. İndi bunu yaddaşa verirəm. Keçid edirəm. Gördünüz? Deməli, informatikanı yazdı. Neynədir? Şey verdi. İzah verdi onun altından. Sonra hardware-ni yazdı. İzah verdi onun altından. Digərini yazdı. Neynədir? İzah verdi onun altından. Oldu mu? Buna bağlı sualınız var? Yazdı, izah verdi. Yazdı, izah verdi. Bu oldu bizdə nə? Siyahlar. Bu arada DH burada deyil. Cədvəllərdədir. Oldu mu? Buna bağlı sualımız. Deməli, 4 dənə siyahı öyrəndik. İndi keçirik cədvəlləri öyrənməyə. Bu oldu bizdə nə? Siyahılar. DD ilə açdıq izahlı siyahını. DT ilə siyahının adını yazdıq. DD ilə də izah verdik. L, T, D. Həbsin. Sualımız var bundan bağlı. Dəqiq. İndi keçirik, yazırıq cədvəllər. Cədvəllərdə fakt tutucuq. Ondan sonra digərinə cədvəllər. Cədvəllər öyrəndik. Buranı silirəm. Dənə yaddaşa verək, görək. Bu hissəni silib təmizləyirəm. Heç bir şey yoxdur. Cədvəllər yazıldı. Bitdi. Gəlirəm bura. Nəyi bilmək istəyirsən? Yox, yox. Deməli, keçid edirik nəyə? Cədvəllərə. Yenə buradan cədvəllər haqqında sizə qısa bir məlumat verək. Nə oldu? Recording edirəm mən bunu. Rekord gedir deyəsən. Bilmirəm, inşallah gedir. Cədvəllər. Cədvəl də dediyimiz şeydir, hə. Table. Cədvəl nə ilə açılacaq? Table tagindən istifadə edirik. Həm açılır, həm də nə edir? Həm də bağlayırıq. Yəni, slashdən bağlayırıq tabii. Bizdə cədvəlin içərisində nə var? Sətir və nə var? Sütun var. Yenə də sətir və sütunu burada ayrılıqda qeyd edirik. Sətirimiz TR-dir. TR. TR tegin həm açırıq, eyni zamanda həm də nə edirik? TR-i bağlayaraq istifadə edirik. Oldu mu? Deməli, biz burada sətir və sütunu nə edirik? Ayrı-ayrılıqda qeyd edirik hər biri. Ki, hansına istifadə edirik? Sütunumuz TD-dir. T-dir.
TD bizdə nədir? Sütundur. Elə bil ki, mənə burada yazıldıqda ki, məsələn, atıram bir dənə də bir də TD açıldı, bağlandı. Açılıb bağlanmağına diqqət edirik. Açılan teqimiz mütləq bağlanırsa, bu bizim olur bir dənə sütunumuz. Ta ki, burada açıldı, bağlandı. Bu da oldu mənim 2 dənə sütunum. Düzdür? Sütun başlığını isə, bax, bayaqların bir nəfər deməli ki, müəllimə şey elədir. TH-la da biz bunun sütun başlığını qeyd edirik. Gedək indi sütunları cədvəlimizi yaradıq. Ən rahatı burada elə cədvəl yaratmaqdır. Deməli, hansı teqdən istifadə edəcəyik açmaq üçün? Table. Və yaratmaq üçün əsas bizdə table-dan istifadə edirik. Table teqindən istifadə edirik. Table teqindən istifadə etdim. Açdım. Gəlirəm, düşürəm table teqini, inirəm bir də. Bağlayıram. Bağlayıram. Deməli, indi birinci yaradıram uşaqlar sətri. Bilirsiniz də sətr üstü, üz aşağı. Hansılardır? Cədvəlimizdə. Bunlar nədir? Tun. Bunlar sətr. Və birinci sətri yaradır. Sətrimiz TR-dir. TR-i açıram. Baxın, TR-i açıram və burada TR-i bağlayıram. Açdığımı mütləq bağlayıram. İndi bunun içərisində 2 dənə sütun yaradacağımız artıq bizə baxır. İndi bir neçə dənəsini yaradaq, sonra baxarıq. T-yi nə ilə yaratdıq sütunu? Bayaq burada dedik. TD ilə sütunları yaradırıq. Yazıram, TD-ni açıram və TD-ni nə edirəm? Bağlayıram. Deməli, açırıq və bağlayıram. Baxaq, görə neçə dənə sütunumuz oldu. Harada heç olmasa bir 3 dənə sütun yaradaq da olsun. 1 dənə sütunumuz. Sonra təzədən, bax, bu hissəni elə bir ki, cədvəlimizin bir dənə sətri və içərisindəki sütunları qeyd edilir. Bu ikinci sətri. Bir dənə də burada üçüncü sətr. İndi baxın, burada ikisinin arasında. Bu harada açılır, bağlanır. Tam olaraq bu ikisinin arasında yazıram ki, Fuad deməli, fənn olsun. Bax, burada bağlanır. Bu ikisinin ortasında şey eləyə bilmərəm. Bu ikisinin ortasında yazıram. Açılır və bağlanır, diqqət edirəm. Deməli, fizika, informatikadan, infodan yığsın. 80 bal. Sonra gəlirik. Amin yığsın. Riyaziyyatdan. Amin, axıca riyaziyyatdan nə yığılsın? 95. Riyaziyyatdan yığsın. 95. Heç inanmıram, amma neysə, mən aldırırsam burada. Ben sunlar cüce birinci. Altı. Elmir yığsın. Tak, tak, tak. İngilis dilindən. Buraxılış fənn lisansıdır. Fizika. Blok fənləri, daha doğrusu. Fizikadan yığsın. Yığ da bir. 70 yığ. Sən deyə. İndi gəlin keçid edirəm. Yaddaşa verirəm. Və gəlirəm burada. Gənclər, cədvəlimiz hazırdır. Amma bu cədvəlin nəyi yoxdur? Xəttləri yoxdur da. Birinci deyin ki, xətti yoxdur. Ay müəllimə, hanı bu cədvəlin xətti? Gəlin birinci xətti yaradaq, sonra sütun yaradarıq. Əsas gözümüzə batın xətti. Cədvəlin xəttini necə qeyd edirik? Cədvəlimizi yaratdıq. T-ilə sətirləri yaratdıq. TH-la da nələri yaratdıq? Sütunları. Bax, cədvəlin table'ın içərisində, bax, table'ın içərisində border, haradadır burada? Bunu çağırıram və buna bir dənə 1 verirəm. Qalınlığı da 1 yaxşı deyil qalınlığı. 2 da çox qalın olur. Bax, borderlə o xəttləri təyin edir. Gəlir, keçid edirəm bura. Baxaq görək, xəttlərimiz təyin olundu, nə qəşəng. İndi bunun nəyi yoxdur? Bu fənni zadı ad, fən, bal yazılmalıdır. Həmin hissə yoxdur. İndi həmin hissə üçün də gənclər, biz yenə bir dənə T sütunu açıb bağlamalıyıq. Gəlirəm burada TR açdım. Buradan da bu TR ilə bu sütunu bağladım. Sütunu bağladıktan sonra bu sütun başlıqları indi biraz fərqli görsənməlidir də. Biraz indi başqa olmalıdır. O zaman nədən istifadə edirik? TH-dan. Ümid edirəm, düz deyirəm. TH-dan istifadə edirik. Yazıram ad. Ad. TH-ı bağlayıram. Sonra nədən istifadə edirəm? Yenə TH-ı açıram. Yenə fən. TH-ı bağlayıram. Və ən sonda da yenə TH-ı açıram. Deməli, TH nə oldu? Sütun başlığı. Bal yazmışım. Balı qeyd edirəm. Deməli, TH.
Okay. Yenə yaddaşa verdim, yaddaşa verdim və keçid edirəm bura. Yeniləyirəm, görüm cədvəlim düzəldi mi? Düzəldi. Yəni cədvəllə bağlı adımız fən bağlı. Görə bilirik hamımız. Yuxarı qaldırdıq. Oldu mu? Diqqətiniz burada olsun. Deməli, biz cədvəllərdə nə öyrəndik? Cədvəl açmaq üçün hansı tekdən istifadə etdik? Table tekindən istifadə etdik. Sətirlər hansı oldu? TR. TH nə oldu? Sütun başlığı. TD sütundur. Oldu mu? TD'lərimiz oldu nə? Sütunlar. Bu da oldu bizim cədvəllər haqqında məlumatımız. Bununla bağlı sual olan var? Yoxdursa davam edək o zaman. Davam edə bilərik. İndi keçirik linklərin əlavə edilməsinə. Əgər bir sualımız yoxdursa, bu cədvəllərdə gəlirəm yavaş-yavaş silirəm. Tak, hara qədər silirəm? Bu düyümü silmirik. Keçid edirəm buradan. Uşaqlar, biz yadınızdadırsa bir dənə tag öyrənmişdik. Onun şeyə ehtiyacı yox idi. Nə deyirsiniz? Açılıb bağlanmağa ehtiyac yox idi. Hansı tegimiz? Haşer, bir də BR tegi. Buradan bir dənə haşer atıram ki, bir dənə uzun xətt çəksin haşer. Xətt çəksin. Gedək. Yeniləyək, artıq cədvəldə yoxa çıxartdı. Okay. İndi bura link əlavə etmək istəyirəm. Normalda dimin üzərinə gəlirik. Bəzən linklər qoyur. Deyir, buraya keçid edin, üzərinə vurursunuz. Bax, həmin o linkləri biz buradan düzəldəcəyik. Bunun üçün istifadə edirik ATG-dən. Baxın, ATG-ni açıram, ATG-ni və ATG-də mütləq şəkildə nə olur? Bağlanır. ATG-dən biz linklər əlavə etmək üçün istifadə edirik. Onu da yazıram. Bax, burada tegin içərisində, birinci A-nın içərisində açır və yazıram. Bunun üçün istifadə edəcəyimiz, belə deyək, atribut teg herifdir. F, herif tegindən istifadə edirik. Bərabər yazıram. Normalda ən çox istifadə etdiyimiz sayt hansıdır? Dim saytda. Daxil oluram. dim.gov.az. Bax, bunu götürürəm burada. Ctrl-C deyirəm saytın özü. Və keçid edirəm. Görürsünüz, bərabərdən sonraya daxil edirəm. Daxil etdiyimiz zaman, bunu biraz balacalaşdırım. Okay. Bax, burada bunu atıram dırnağın içərisinə, bu arada, dırnağın içərisinə. Bax, bura hansı sözü yazsam, o sözün üzərinə vurulduğu zaman dimin saytına keçid ediləcək. Elə dim yazsam olar. Dim yaza bilərəm. Yaddaşa verirəm. Bax, getdim dimin saytının, sadəcə kopyaladım, getdim, atdım bura və keçid edirəm bura. Gördünüz, dim söz gəldi. Burada əl işarəsinə çevrildi. Diqqətlə baxsınız. Üzərinə vurduğum zaman, bax, bunu da buradan silirəm. Görürsünüz, burada heç bir səhifə açılmıyor. Üzərinə vurduğum zaman, gördünüz, qırmızı oldu və keçid etdi. Hara? Bura. Demin səhifəsinə keçid etdi. Deməli, saytlarda bunlar necə şey deyirlər, arxa fonda buraya keçid edin, necə düzəltdik bu cür. Uşaqlar, bu hər hansısa bir qlobal şəbəkədə, yəni internet üzərində bir yerə keçid etməyimiz üçün idi. İndi baxın, bura gəldikdə mən hardan bildim ki, bu internetdir. Bax, görürsünüz, protokol keçmişdik, HTTP hipermətinlərin ötürülmə protokolu, düzdür? Bax, bu protokolu gördüyümüz zaman biz bilirik ki, internet üzərində, yəni qlobal şəbəkə üzərində bir yerə keçid edirik. Yəni, bu internet üzərində yayımlanan bir hissədir. Bir də var ki, mən COM-termin, hər hansısa bir COM-terimdə olan bir şəkili axtarıram və həmin şəkilə keçid etmək istəyirəm. Gəlin, indi burada görüm, iş masasında məndə şəkil var. Hə, var. Foto, info, foto. Hə, belə bir şəklimiz var. Mən istəyirəm ki, COM-terdəki şəkil açsın. Yəni, qlobal şəbəkə. Biz internet üzərinə keçid etmədən COM-terimdə olan hər hansı bir fayla keçid etsin, onu açsın. Onun üçün nə edirəm? Bax, bunu silirəm. Həmin o faylımı, ya adını yazmaq üçün tutaq ki, baxın. Bizim bilirsiniz də, keçən dərsdən yaratdığımız new folder var idi. Bunun içərisində saytımızdan bağlı nə var isə əlavə edirdik bura, düzdür? Baxın, bunu əlavə etmək üçün a.jf, düzdür? Bu qovluğun içərisindədir. Bunun adını yazsam, buna gəlib açacaq. Yəni, istəyirsiniz yazın. A.2 dənə aydı o. Yadımdan çıxdı. A. Keçid edirəm bura. Baxın, o həmin hissəni yazıram. A.jf, düzdür? Burada yazıram bir dənə foto. Yəni, bu fotonun üzərinə gəldiyimiz zaman foto. Klikləyək. Foto. Yaddaşa verirəm, yaddaşa verirəm. Gəlib keçirəm bura.
Geri qayıdıram. Yenilədiyim zaman foto oldu, düzdür? Fotonun üzərinə kliklədiyim zaman həmin şəkli gəldi, açdı. Düzdür? Bu mənim, yenə görürsünüz bu cür verilibsə, deməli bu mənim kompüterimdə olan bir məlumatdır, nə bilim sənəddir, şəkildir ki, bura keçid edirəm. Bir də var ki, bu şəkil artıq bu new folderin içərisinə atmamışam, kompüterimdə hər hansısa bir yerdədir. Hər hansısa bir yerdə olan məlumatı götürmək üçün biz həmin hissəni seçirik, onun yolunu kopyalayırıq. Keçən dəfə elədik, yolunu kopyalayırıq buradan. Ki, gətirib atıram burada, bax onun yolunu silirəm. Gətirib bu yolunu bura kopyalayıram. Yolunu kopyalayıram, yaddaşa verirəm. Gəlirəm burada, yeniləməni aparıram yenə. Fotonun üzərinə gəldiyimiz zaman görürsünüz, artıq növbəti şəkil oldu, keçəcək. Mən hardan bilirəm ki, bu məlumat lokaldadır, yoxsa qlobaldır? Qlobalda olanda deməli HTTP başlayır, yəni hipermetrdən ötürmə protokolu. Amma kompüterimizdə varsa C, user ya da bayaq gördünüz, sadəcə şəklin ünvanını verdi. Görürsünüz, Lenovo desktop iş masasındadır, info.şifr. Oldu. Deməli, C ilə başlayırsa, bu lokal şəbəkədədir. Yəni, kompüterimizin daxilindədir çağırdığım məlumat. Amma HTTP ilə başlayırsa, deməli, internet üzərindəki bir məlumata keçid etmiş olmuşam. Keçid edirəm, belə deyim. Bunlarla bağlı bizim sualımız var. Dəqiq, bax, bura qədər. Deməli, iki yerdən A vasitəsilə biz ATG vasitəsilə linklər əlavə etdik. Düzdür? Amma bu linkləri necə əlavə etdik? Bir var kompüterimizdən, yəni lokal şəbəkə üzərindən. Bu zaman C, user olur, digərində isə kompüterdə isə şey. İndi bu linklərin uşaqlar body bölməsində şeylərimiz var. Var link, A-link və V-link. Link dediyimiz zaman, yəni bu linkin üzərinə ümumiyyətlə həmin linkə keçid etməmişiksə heç vaxt. Linkin verildiyi, belə deyək, rəngdir. Mən bunu yazıram red. Sonra A-link, aktiv linkdir. A-link. Bu olsun green. Bir də var V-link. V-linkdə artıq bu linkə girilib çıxılıb da artıq bir dəfə həmin linkdən istifadə etmişsənsə, belə deyək. Elədir. V-link olsun, mən olsun 3 dənə rəng bilirəm. Sarı olsun. Sarı ingiliscə nə tər yazılır? Yellow. Hə, deyilir. Bu da olsun sarı rəngdə. Oldu mu? Yaddaşa verirəm. İndi bu linkdən istifadə etmişdik də. Bu hissəni silirəm. Gedirəm internetdə bir dənə şey axtarmağa. Biz adətən Python öyrənmək üçün sizə bir dənə sayt önermişdim, xatırlayırsınız. İnanmıram xatırlayırsın. WSchool var idi. Bu sayta keçid etsin. Ctrl-C. Bunu yükləyirəm. Gəlirəm. Atıram bura. Deməli, burada yazsın nə? Bu arada bunu bağlayaq. Python yazıram da. Python öyrənmək üçün indi ən çox istifadə edirik də bunu. Yenə də linki bağlayıram. Anı bağladım. Yaddaşa verirəm və keçid edirəm bura. Python. Görürsünüz, bu artıq girilib çıxılıb deyən Python. O, ilk dəfə heç girilməmiş link olanda qırmızı rəngdə göstərilməlidir. Nəsə, mənim kompüterimdə göstərmir uşaqlar. Deyir ki, bütün linklərin hamısına girib çıxmışam artıq. Oldu mu? Normalda qırmızı rəngdə göstərir. Artıq girilib çıxılıbsa Python. Görürsünüz, sarı rəngdədir. V-link. Artıq girilib çıxılıb. Üzərinə vurduğum zaman, bura keçid etmək üçün, qoy bunu buradan çıxım, yaşıl olur. Qırın eləmişdik də. Və diqqətiniz burada olsun. Gördünüz? Üzərinə vurduğum zaman yaşıl oldu. Bir də eləyirəm. Hal-hazırda sarı rəngdə. Normalda qırmızı olmalıydı. Biz bir dəfə girib çıxmalıydıq, sarı olmalıydıq. Sarı onu bildirir ki, bu linkdən artıq sən istifadə etmirsən. Amma üzərinə vurduğumuz zaman, keçid etdiyimiz zaman yaşla çevrilir. Aktiv link. Üzərinə vururuq və keçid edirik. Oldu mu? Bu oldu link, A-link və V-link. Bununla bağlı bizim sualımız var.
Yəni hansı rəng istəyirsiniz, onları da qoya bilərsiniz. Yaxşımı? Sual varmı bunun? İndi mən bu şeyimə, nədir, kompüterimə biz keçən dəfə deməli link əlavə etdik, cədvəl əlavə etdik. Keçən dəfə nələr öyrənmişdik sizinlə? Hə. İndi istəyirəm ki, mən şəkil əlavə edim. Bunun üçün istifadə edirik image-dən. Image-dən istifadə edirik. Imagine də yenə açılan image bağlamırıq. Necə ki, keçən dəfə öyrənmişdik. Elə teqlər vardı ki, bağlamağa ehtiyac yoxdur. Sadəcə imagine içərisində istifadə edirik CRC-dən. CRC-dən. Bərabər yazıram. Mən artıq yenə kompüterimizdən gətirəcək, onun yolunu gətirəcək. Amma hal-hazırda bax buradan istifadə edəcəm. Öz qovluğumuzun içərisində ki, yaratmışdıq, hansı? Bax, bunu istifadə edəcəm elə. A, J, J, FIF. Bax, ondan istifadə edəcəm. A, J, FIF. Hara keçdik? Yazıram. A, nöqtə, J, FIF. Deyirəm ki, şeyə bu şəkli əlavə. Bir var arxa fon, bir də var ki, yazının filan hər hansı bir altına saytımızda şəkil əlavə edirəm. Və şəklin uzunluğunu və eni də təyin edə bilirik. Normalda qoysam çox böyük bir şey olacaq. Fit nə idi? Genişliyi, bəli. Genişliyi olsun ta ki 100. Hündürlüyü olsun 8. Burada yazılır. Bu da olsun 150. Yaddaşa verirəm. Gedək görək şəklimiz buraya əlavə olundu mu? Gördünüz şəklimizi artıq neyləmişik? Əlavə etmişik. İndi biraz yaxşı durmur. Hündürlüyünü çox qoyduq. Necə istəyirsiniz o cür qoya bilərsiniz. Deməli, şəkli əlavə etmək üçün də istifadə edəcəyimiz tek hansı oldu? MX sericdən istifadə edirik. Şəkil əlavə etmək üçün. Artıq enidir, uzunluğudur. Nə edirsiniz? Özünüz təyin edə bilərsiniz. Sonra məsələn, burada borderdən istifadə edə bilərsiniz. Şəklin qırağını çərçivəyə almaq üçün. Burada bir dənə border yazın. Border. Bayaq birdə çox şey deyildi. Məsələn, 3 qoyaq. Bunun şeyində 150 olmasın da. 100-ün 100'ü olsun. Bir yaxşı bir şəkil olsun. 100-ün 100'ə də balaca olacaq. 200-ün 200 olsun. Gedirəm. Yeniləyirəm. Gördünüz qırağına nə oldu? Bunu mən özüm çox böyütmüşəm. Gördünüz qıraqlarında hər hansı bir çərçivəyə bənzər bir şey oldu ki, yəni bunun çərçivələri var. Oldu mu? İndi şəklin yanına yazıram ki, siz də bilirəm, çox oxuyursunuz deyən də şey eləmirəm. İndi biraz çoxaldaq. Nəysə, belə bir məlumatımız var, çoxlu məlumatımız var. İndi keçid edirəm. Normalda baxaq görək şəklin yanında bunlar necə düşür? Yenilədiyimiz zaman belə bir şey düşdü. Burada qoyaq. Gördünüz necə düşür? Qraf verdi düşür. Bunun şəklin yanında şey deyə bilərik biz. Bu məlumatları yerləşdirə bilərik. Yerləşdirmək üçün sağdan soldan mərkəzdən yerləşdirmək üçün bir dənə şeyimiz var idi. Tegimiz var. Nə idi? Adını axtarırdıq. Align var idi. Yadınızdadır, keçən dəfə də istifadə etmişdik align. Yaman oxumusunuz. Baxmansa bu var. Yox. Left. Hardan yerləşdirdik? Sağ. Şəkil, left. Sağ. Şəkili solda yerləşdirdi. Yazısını hara verdi sağa? Tərsi olsa right yazsaq. Şəkil atacaq hara? Sağa. Right eləsəm. Yəni, bu dəfə şəkili sağa verəcək. Digərini yazını solda yerləşdirəcək. Oldu mu? Bundan bağlı sualımız var.
Yoxdur. İndi istəyirəm ki, normalda baxın. Burada gəlirəm YouTube'un üzərinə ikonun üzərinə vuran kimi YouTube'a keçid edir, düzdür? İndi elə eləyək ki, biz də Google'un üzərinə vuran kimi Google'un üzərinə keçid edək. Eləyə bilərik? Bəli, əlimizdədir. Bunu silirəm. Bunun üçün iki dənə şey öyrəndik. Həm şəkli əlavə etməyi öyrəndik, düzdür? Əvvəlcə gəlin şəklimizi əlavə edək. Şəkli nədə əlavə etdik? Image-dir. Image. İçində nə yazırdıq? C, R, C-dən istifadə edirdik, düzdür? Bərabərdir. Mən Google-un şəkli keçəndə o biri dəşdən artıq vardı. Yəni da bir də axtarıb tapmıram da. Axtarıb tapmışıq. Google, baxın burada özdəki PNG formatını yazırsınız. Google GIF. Gəlib adını da bura yazıram. Nə? Adın. Onlar məndə indi öyrənirik ki, hamısını tək-tək yazıram ki, baxın, sonra şeylərdə görəsiniz də, testlər rahat. Dırnağın içərisində yazırıq. Bunda hündürlüyün falan təyin etməliyik də. Hündürlüyün falan çox da təyin etmirəm uşaqlar. Böyük olmasın da, balaca bir şey olsun. Ta ki 60-ın 60 olsun. Bu da olsun 60. Balaca bir şey olsun. Söz səhv yazın. Söz necə yazılır deyin. Şey. Bunu bağlayıram. Linki nə də əlavə etdik? ATG-nin içərisində əlavə etdik, düzdür? ATG-nin içərisində, bax, ATG-ni buradan açıram. Şəkil mütləq şəkildə ATG-nin içərisində qalmalıdır. ATG-ni də bağlayıram. Burada bağlayıram, burada bağlayıram. Linki necə əlavə edirdik? Bax, birinci A-nın içərisində açıb əlavə edirdik də, düzdür? Nədən istifadə edirik herifdən? Bərabərdir. Gedirəm Google-un özünün, Google-a keçid etdikdə, düzdür, google.com. Bax, bu hissəni götürürəm. Gətirib bunun linkini əlavə edirəm bura. Google-un şey. Oldu. Bununla bağlı sualımız var? Yoxdur. Yox. Yaddaşa verirəm. Keçiddə görək burada nədir vəziyyət, nəsə yadımızdan çıxmayıb. İndi bunu biraz böyüdürəm. Görürsünüz, üstündə əl işarəsi oldu. Şəklin üzərinə kliklədiyimiz zaman avtomatik olaraq nəyə açdı? Google açdı. Bu da normalda ikonların üzərinə elədiyimiz zaman. Gəlirəm şəklin üzərinə. Bax, buradan yenə Google silirəm. Şəklin üzərinə verdiyimiz zaman gəlir həmin hissəni açmış olur. Oldu mu? Bunlarla bağlı sualımız var. Var yoxsa yoxdur? Oldu. Bu oldu bizim. Bir dənə kitab. Məncə bir şey qalmadı deməyim. Search'dən açdım, linklərdən açdım. Hamısı. Все. Bu oldu HTML. Oldu mu? HTML-in sonu. Ən sonunda linklərin əlavə və şəklin əlavə etməsini öyrəndik. Tamam. Все.